lazımdır. Deməli, əti halal olan heyvanların bədəninin bəzi üzvlərini yemək haramdır, əzizlərim. Yəni, qoyun olsun, mal olsun, dəvə olsun, filan olsun. Hansılardır? 1. Qan. 2. Fəzlə, yəni onun nəcasəti, heyvanın nəcasəti. 3. Məsələn, erkək heyvandırsa, onun cinsiyyət üzvünü yemək haramdır. 4. Dişi heyvandırsa, onun da cinsiyyət üzvünü yemək haramdır. 5. Balalıq. Yəni ki, dişi heyvandırsa, onun balalığını yemək haramdır. 6. Duşul adlanan vəzlər. Yəni, bunlar artıq ətlərdir, bunlara limfalar da deyilir. Belə düyün şəklində olurlar, onlar bir filtr rolunu alırlar. Yəni, ətlərdən onlar ayrılmalıdır, o limfa vəziləri heyvanda. Onları yemək haramdır. 7. Erkəklik. Məsələn, heyvanın erkəkdirsə, onun xayalları, ağ əti ki, bizim cəmaat dilində deyilir, yemək haramdır. Ki, bəziləri ona müxtəlif adlar qoyurlar, satırlar, eləyirlər, olmaz. Yəni, öz müsəlman şəxs ki, İslam qaydalarına riayət edir, belə şeylərdən çəkinir. 8. Başın beyin nahiyəsində olan noxud ölçüsündə toxum. Məsələn, xüsusilə heyvanın başını yeməyə, kəlləsini yeyən adamlar ki var, onun həvəskarıdırlar. O beyində bir noxud tər bir yer olur. Onu yemək olmaz. Daha sonra 9. Onurğa sütununun içində olan haram ilik. Onurğa sütunu yəqin ki, hamı biologiya keçib və bilir ki, nədir ki, buradan gedir ta ki onurğa sütunu, onun yəni haram ilik deyilən şey var ki, onu yemək olmaz. Amma digər ki, biz görürük ki, tutalım başqa üzvlərin sümüklərini kesirlər, arasında ilik olur, onu ya qaynadırlar, ya edirlər, o ayrı məsələdir. Onu yemək haram deyil, o yemək olar. Amma onurğa hissəsində olan haram iliyi yemək olmaz. Daha sonra ehtiyat vacib deyirlər ki, onurğa sütununun iki tərəfində olan piydir. Yeyilməsi haramdır. Daha sonra 11. Öd kisəsi haramdır yeyilməsi. 12. Dalaq. 13. Sidik kisəsi. 14. Göz bəbəyi. Mən xüsusilə baxmışam, kəllə yeyənlərə də bəzən gözü də atırlar, yox. Amma mən bəzi müsəlmanlar görmüşəm, yeyirlər, o gözün bəbəyini çıxartırlar oradan, atırlar, sonra o yeyirlər. Yəni, yenə də deyim, gözün bəbəyi də yeyilməsi olmaz. Lakin bir sualı da mən bəzən qeyd edirlər, bunu da qeyd edim, atdır, qatır və ulaq ətini yemək haram deyil, məkruhdur. Bəzi yerlərdə at əti yeyirlər, filan edirlər, amma bəyənilmir onun ətini yemək.